qarşıdan gələn qış fəslində mənzillərin qızdırılması və bu zaman təhlükəsizlik qaydalarına riayət olunması ən aktual məsələlərdən biridir. Bu səhəri də Lənkəranlılar qaz təchizatında yaranan problemin ucbatından narahatlıqla açıblar. Belə ki, şəhər ərazisində mavi yanacağın qəfildən kəsilməsi və bir müddət sonra heç bir xəbərdarlıq edilmədən ötürülməsi sakinlərin haqlı narazılığına səbəb olub. Əgər mən bu qazı vaxtında bağlamasaydım, onda aydın məsələdir ki, bir neçə dəqiqədən sonra otaqda partlayış baş verə bilərdi. Təəssüf ki, bu cür hal son günlər Lənkəranda artıq bir neçə dəfədir ki, təkrarlanır. Mavi yanacaq istər gecə saatları olsun, istər gündüz kəsilir və bir müddət sonra yenidən buraxılır. Üstəlik, heç bir xəbərdarlıqsız. Qabaq eləyirdilər, indi eləmirlər. Xəbərdarlıq eləsinlər ki, qazlar sönüb, biz də bilək öz işimizi. Bu boyda halı yaşayır burada. Xəbərdarlıq eləyər ki, qazı kəsirik, bağlayın bunları. Kəsir, ürək istəyir, kəsir, ürək istəyir, bir də partladı, sonra necə olacaq? Havaların soyuqluğu, mənzillərin qızdırılmasında bu vaxt ərzində yaranan çətinlik bir yana, bu hal həm də çox ciddi təhlükədən xəbər verir. Nəzərə alsaq ki, çox mənzilli binalarda avtomat atıcılar, yəni reduktorlar yoxdur, onda təbii qazın otağa dolmasının hansı faciələrə səbəb olacağını təsəvvür etmək çətin deyil. Tutaq ki, mən başqa yerə gedim, ya düşürəm həyətə çörək almaya, ya bir yerə gedirəm, ya balkona çıxıram, bu qazı söndürür. Mən də bilmədim, girdim içəri, yaşlı adamam da. İşığı yandırdım, bir də gördüm, İraq partlayış oldu. Kəsmişdilər, mən də təkəm evdə. Belə bil ki, koridor, ev dolub zəhərlə. Yaxşı idi, tez oğlan gəldi, söndürdü, onu söndürə bilmirdim. Sözü gedən halın dəfələrlə təkrarlandığını və müraciətlərin çoxluğunu nəzərə alıb, Azərqaz İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayevlə əlaqə saxladıq. O bildirdi ki, qəfil yaranan fasilələr baş verən qəzalarla bağlı olur. Təhlükəsizlik tədbirlərinə gəlincə isə ümumiyyətlə qaz fərdi tənzimləyicinin olub-olmamasından asılı olmayaraq mənzillərdə, istər fərdi yaşayış evlərində, istər bin evlərində ümumiyyətlə texniki təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Yəni qaz xətlərində hər hansı bir qəza baş verə bilər, bu qaçılmazdır. Təbii fəlakət nəticəsində, o cümlədən yol nəqliyyat hadisəsi zamanı qaz xətlərində qəzalanma ola bilər. Bu günün gecə saatlarında da istənilən vaxtı bu qəza hadisələri qaçılmazdır. Ona görə də ümumiyyətlə təbii qazdan istifadə etdikdən sonra dərhal qaz kəməri üzərindəki vintili bağlamaq lazımdır. İstənilən halda qarşıdan qış fəslinin gəldiyini, qarlı şaxtalı havaların hələ çox olacağını nəzərə alsaq, bu məsələdə aidiyyatı qurum daha həssas olmalı, sakinlər əvvəlcədən fasilələr barədə xəbərdar olunmalıdır ki, bədbəxt hadisələr baş verməsin. Məhəmməd Rzayev, Elşən Əhmədov, Lənkəran.